Bəllidir ki, istər yaxın şərq, istər orta şərq, istərsə də Qafqaz bölgələrində bir çox böyük dövlətlərin maraqları toqquşur. Bu maraq toqquşmaları İran deyilən məmləkətdə də özünü açıq şəkildə göstərir. Hətta bu maraq bir çox məsələlərdə bir-biri ilə zid mövqedə olan dövlətləri belə bir-birinə yaxınlaşdırır. Güney Azərbaycanla bağlı bu dövlətlərin maraqları mütləq nəzərə alınmalıdır. Siyasət buna uyğunlaşdırılmalıdır. Azərbaycan xalqı bu məsələdə öz müttəfiqlərini, rəqiblərini və neytral mövqedə duran dövlətləri dəqiq müəyyənləşdirməlidir. Yəni, əgər bu dövlətlərdən hər hansı biri Güney Azərbaycanın müstəqilliyinə və ya digər dərəcədə müsbət yanaşırsa, siyasəti də o dövlət və ya dirilişlə uzlaşdırmaq lazımdır. Bizcə Güneydə gedən proseslər gələcəkdə ən azı 5 mühüm əlamətlə nəticələnə bilər. Bunlardan birincisi odur ki, İran bir dövlət kimi demokratlaşa bilər. Əlbəttə biz buna heç vaxt inanmamışıq və indi də inanmırıq. Bu inamsızlığın səbəbi isə çoxdur. Ən mühüm səbəb isə fars şovinizmidir. Şovinizm ilə demokratiya bir-birinə tərs mütənasibdir. İkinci ən mühüm səbəb isə odur ki, nə qədər ki İran deyilən məmləkət Şiə, Sünni və ya şəriət və din oyunundan qurtulmayıb, İranın demokratikləşməsi təbiidir ki, qeyri-mümkündür. 2. İran federativ dövlətə çevrilə bilər və Güney Azərbaycan da bu federativ subyektlərdən biri ola bilər. Üçüncüsü, İran konfederativ dövlətə çevrilə bilər və Güney Azərbaycan da bu konfederasiya subyektlərindən biri ola bilər. Dördüncü mühüm məsələlərdən biri, Güney Azərbaycan İrandan ayrılıb müstəqil dövlətə çevrilə bilər və müstəqillik qazandıqdan sonra da ya müstəqil dövlət kimi fəaliyyət göstərə bilər və ya Güney Azərbaycan, Quzey Azərbaycanla birləşib vahid bir dövlət olur. Təbii ki, bizim arzumuz da budur. Bizim əsas arzumuz, xüsusilə bütöv Azərbaycan ocaqları olaraq əsas qayəmiz Güney Azərbaycanda istiqlalla bağlıdır. Yəni, Güney Azərbaycanın müstəqilliyi və müstəqil dövlətə çevrilib. İkinci məsələmiz isə gələcəkdə təbii ki, parlamentarlar arası münasibətləri yaratmaq, yəni çox şeylər var. Bu proses biraz uzun çəkə bilər.